Deməli uşaqlar, bugün sizinlə duzlar mövzusunu öyrənəcəyik. Duz nədir, təsnifatı, adlandırılması və s. belə axır belə davam edəcəyik. İlk olaraq biz duz nəyə deyirik? Bundan əvvəl biz mövzular keçmişik. Oksidlər, əsaslar, turşular və ən sonunda duza gəlib çıxdıq. İlk olaraq siz bilməlisiniz ki, duz hansı hissəciklərdən ibarətdir. Mən sizə verdiyim o qeyddə yazmışıq ki, duzlar metaldan və turşu qalığından ibarət olan mürəkkəb maddələr. Amma təkcə metaldan ibarət olan bu tərif tam əhatə eləmir duzu. O zaman mən sizə bir şey göstərəcəm. Bu nədir uşaqlar? Məsələn, baxın, kalsium, OH2. Bu nədir bu? Əsas deyil. Bəs bu nədir? H2SO4. Bu nədir? Bu turşudur. Əsas 2 OH-ni itirsə, yerdə qalan şeyə nə deyirlər? Əsasi qalır. Burada 2 dənə OH itirdiyi üçün kalsium 2 valentli olur və ya oksidaşma dərəcəsi müsbət 2 yaza bilərsən. Aydındır ki, OH itirdiyi üçün. Bunun adı nə oldu? Bunun adı nə oldu? Əsasi qalıq. Yəni, əsasdan OH qopandan sonra yerdə qalan hissəyə deyirlər əsasi qalıq. Bu turşudur, düzdürmü? Bu turşu 2 hidrogen itirsə nə olur əldə? SO4. O da 2 hidrogen itirdiyi üçün 2 valentli və yaxud da nə? 2 mənfi. Bu da oldu nə qalığı? Turşu qalığı. Burayla bağlı problemimiz var mı? Bu əsası qalığına, bu turşu qalığı birləşsə bizə nə verir? Kalsium, SO4, bax bu duzdur. Deməli, duz hansı hissələrdən ibarətdir? Əsası qalıqdan və turşu qalığından. Duz hansı hissələrdən ibarətdir? Əsası qalıqdan və turşu qalığından. İndi mən bura bir neçə əsas yazacağım, bir neçə turşu yazacağım, onların müxtəlif əsas və turşu qalıqlarını yazacağım və onların müxtəlif kombinasiyalarını nə edəcəm onları, hansı ki birləşdirə bilərəm, onları birləşdirəcəm. Yaxşı? Deməli, biz bildik ki, duz nəymiş? Əsası qalıqdan və turşu qalığından ibarət mürəkkəb maddəymiş. Razısınız? Baxın. O zaman gəlin bura bir neçə, dediyim kimi, nə yazaq? Əsas yazaq. Suda həll olan, həll olmayan bizim üçün fərqi yoxdur. Ən azından bir ikisini yazaq da. Məsələn, bir kalium OH yazaq. Bir kalsium OH2 yazaq. Bir turşulardan da bir məsələn H-klor yazaq. Bəlkə H-klor yazaq. Perxlorat. Sonra bir dənə məsələn H2SO4 yazaq. Gəlin bunların bütün verə biləcəyi qalığı verək. Kalium OH-dan bir dənə OH var. O gedəndən sonra yerdə nə qalır? Kalium nə? Müsbət. Neçə valentlidir o? 1 valentli. Kalsiumdan bir dənə OH getsə nə olur? Kalsium OH müsbət 1 valentli. Məsələn, ikisi getsə kalsium 2 valentli olur, 2 müsbət. H-klor-O4, yəni perxloratdan 1 hidrojeni vardı. O getsə nə qalır yerdə? Klor-O4 mənfi, bu neçə valentlidir? 1. Bəs H2SO4-dən 1 hidrojen qopsa, HSO4 mənfi 1 valentlidir. Bəs ikisi qopsa, SO4 2 mənfi, bu da 2 valentli. İndi bunlar nədir olan bunlar? Bunlar əsası qalıq. Necə qalıq? Əsası qalıq. Elə? Bəs bunlar nədir? Bunlar turşu qalıq. Turşu qalıq. Dedik ki, biz əsası qalıqla turşu qalıq birləşər, bizə duz verər də, elədir? Məsələn, götürək kalium. Kalium xlor-O4 ilə birləşər də, düzdürmü? O zaman onlar kalium, xlor-O4. Heç də gəlməz sağa sola. Niyə? Çünki bu da 1 valentli idi, bu da 1 valentli. İndi kaliumdan HSO4 də birləşdirə bilərəm. Kalium, HSO4. Bu da duzdur. Bu da 1 valentli, 1 valentli. İndi kaliumdan birdən mən SO4-ü birləşdirmək istəsəm. Kalium 1 valentlidir axı. SO4 neçə valentlidir? 2. O zaman çarpaz gələcək nə olacaq? Kalium 2, SO4. Oldu mu? Bunlar təbii ki, oxunuşudur, adı deyil. Sonra keçək bu kalsium. Kalsium OH ilə xlor-O4 birləşərmi? Birləşər. Bu 1 valentli, bu da 1 valentli. Kalsium, OH, xlor-O4. Aydındır? Bəs kalsium OH ilə HSO4 necə? Birləşərmi? Xeyr. Birinin OH-ı varsa, birinin H-ı varsa onları birləşdirər. Bilməzsən. Çünki bu OH ilə H ilə bir-birindən birləşib su yarar. Odur ki, bununla bunun birləşməsi olmaz. Amma bununla bunun birləşməsi olar mı? Olar. Çünki bunun H-ı yoxdur da. Onda onlar kalsium, OH. Bu neçə valentlidir? 1. SO4 neçə valentlidir? O zaman çarpaz edək. Mən baxın, uşaqlar, yəni təbiətdə bu duz varmı, yox mu? Məsələ budur. Biz nəzəri olaraq baxırıq məsələyə. Yaxşı? Sonra davam edək. Kalsiumdan başqa HSO4-ü birləşdirə bilərəmmi? Birləşdirə bilərəm. Kalsium neçə valentlidir? 2. HSO4 neçə valentlidir? 1. O zaman formula necə olacaq? Çarpaz gəlsə belə olacaq. Bəs kalsiumdan SO4-ü birləşdirə bilərəmmi? Bəli, birləşdirə bilərəm. Bu formada. İndi başa düşdünüz məntiqi?
Aydındır. Kalsiyumdan xlorodu birləşdirmədim. Birləşdirək də. Kalsiyum 2 valentlidir. Bu neçə valentlidir? Onda olmazsa nə? Kalsiyum, xloro 4, mötərizədə. Bu 2 valentlidir, bu 1-dirsə, çarpaz gəldi. Bura neçə oldu? 2. Aydındır. Başa düşdünüz? Deməli, bildiniz duz nədir? Duz nədən ibarətdir? Əsası qalıqdan və turşudan. İndi duzun nəyinə keçirik? Təsnifatına. Deməli, duzlar təsnif olunur. Təbii ki, burada baxsaq görərsiniz ki, burada müxtəlif biz duzlar almışıq. İndi bunlar, mən duzların təsnifatını sizin üçün yazdım. Duzlar bölünür bir neçə yerə. Deməli, bunlar hansı vardır? Var normal duzlar, var turş duzlar, var əsası duzlar, var qarışıq duzlar, var iki qat duzlar, bir də kompleks duzlar var. Biz kompleks duzları orta məktəbdə çox da üstünə düşmürük, öyrənmirik. Mən də onu sizə deməyəcəm. Deməli, bir nədir uşaqlar? Bu işi həll edərik. Birinci nə ilə işlə baxılır? Keçir ikinci. Duzların təsnifatı. Duzlar bölünür bir neçə yerə. Hansılardır? Normal duzlar. Deməli, normal duzlar, turş duzlar. Əsası duzlar. Əsas duz yazmıyor, bəlidir. Sonra var iki qat duzlar. Sonra var qarışıq duzlar. Həttimi oxuya bilirsiniz? Var qarışıq duzlar. Deməli, biz ki belə duzları ayırdıq, normal, turş, əsası iki qat qarışıq. Bunlara nümunə yazmaq lazımdır. Hər birində aydınlaşmaq lazım ki, nəyə normal duz deyirik. Əgər duzun tərkibində olan bir əsası qalıq, yəni metal və bir turşu qalığı var. Nə haşı var, nə OH-ı var, nə iki müxtəlif metal var, yəni əsası qalıq var, nə iki müxtəlif turşu qalıq, belə şey yoxdur. Bir dənə təmiz əsası qalıq var, bir dənə təmiz nə? Turşu qalıq. Və bu içərisində nə olur? Əsası qalıqla nə? Turşu qalıq. Aydındır. Məsələn, natrium klor. Məsələn, kalsiyum 2SO4. Məsələn, alüminium HO4. Məsələn, kalsiyum 3, PO4, 2. Burada H gördün mü? Yoxdur. OH gördün mü? İki müxtəlif metal gördün mü? Yəni əsası qalıq. İki müxtəlif turşu qalığı gördün mü? Görmədin ki. Gördün? Bu natrium OH-ın qalığıdır, bu da H kloru. Bu kalsiyum OH2-nin qalığıdır, bunu səhv yazmışam. Bu kalsiyum OH2-nin qalığıdır, bu H2SO4-ün qalığı. Bu alüminium OH3-ün qalığıdır, bu H3PO4-ün qalığıdır. Bu kalsiyum OH2-nin qalığıdır, bu H3PO4-ün qalığıdır. Aydındır. Burada başqa bir şey görmədiniz ki. Keçən indi turş duza. Uşaqlar, turş duzda həmişə əvəz oluna bilən hidrojeni qalır turşunun. Yəni sən onda belə çıxır ki, sən məsələn H-klordan turş duz ala bilməzsən, HNO3-dən turş duz ala bilməzsən. Çünki onun bir hidrojeni var. O gedəndən sonra turş duz alınmaq ehtimalı qalmır. Amma sən H2SO4-dən turş duz ala bilərsən. Bax, H2SO4-ün neçə hidrojeni var uşaqlar? Deyək ki, onun birini versən, belə bir turşu qalığı ola bilər, ola bilməz? Bir dənə də ki, kalium götürürəm, kalium OH-dan. Bu altı necə duzdur uşaqlar? Turş duz. Məsələn, kalsiyum götürərdim, onlarda HSO4, ayağına bir 2 gələrdi. Bax, turş duzdur. Anladın mı? Məsələn, alüminium, H2PO4, 3. Bu turş duzdur. Deməli, turş duzu necə ayrılırsan normal duzda? Turş duzda turşu qalığında hələm əvəz oluna bilən bir də hidrogen və 2 də hidrogen qalmış. 1 və ya 2 və ya fərqi yoxdur. Turş duzlarda, turşu qalığında əvəz oluna bilən hələm hidrogen qalmış olur. Yəni, bütün hidrogenləri turşunun əvəz olunmuş olmur. Əsası qalığına və ya metalına. Aydındır? İndi gələk əsası duza. Məlum məsələdə əsası duz nətər olacaq? Əsası duzda nə olur? OH. Onda belə çıxır ki, bir turşulu əsaslardan, yəni natrium OH-dan, kalium OH-dan əsası duz ala. Sadəcə kalium bir dənə OH-ı var, o getsə də nə əsası duz? Bax, kalium OH-ın bir dənə OH-ı var, bunu getdi, bunu verdi. Qaldı mı OH? O zaman yaradacağı duz esmaq əsası duz ola bilməz. Amma kalsiyum OH 2-dən olar olmaz. İndi bu birini versə, nə qalır yerdə? Kalsiyum OH müsbət və ya bir H-klorda kloru ilə birləşsə, bu necə duz olur? Əsası duz. Məsələn, alüminium OH 3 deyil, birini verib, əvəzində götürüb NO3-ü. Bu necə duzdur? Əsası duz. Məsələn, xrom OH 2 idi, birini verib, xrom OH 3 idi, ikisini verib. İkisini verib, yerinə nə götürübdü? Məsələn, xlor, 2 dənə xlor birləşdiribdi. Və yaxud da bir dənə
SO4 birləşdirildi. Bu necə duz oldu? Əsası duz. Deməli, əsası duz alınması üçün gərək əsas çox turşulu olsun. Onun bir neçə dənə OH olsun. OH-lardan neçə olmasa birini və ya ikisini saxlasın ki, özündə. Alınan duz necə duz olsun? Əsası duz. Daha məlum məsləhətdə əsası duz. Gəldi indi 2 qat duza. Uşaqlar, 2 qat duzda. Deməli, 2 müxtəlif əsası qalıq olur. 2 müxtəlif nə olur? Əsası qalıq. Məsələn, tutaq ki, deyək. Baxın, mən məzlərim. Tutaq ki, H2SO4 var da turşu. Bu 2 hidrogen itirəndə nə qalır yerdə? SO4 neçə valentlidir? SO4 neçə valentlidir? Yəni 2 rabitə yarada, 2 hidrogeni var da, bunu 2 hidrogeni əvəz olunur bilər. İndi deyək, bunun birinin kalium OH-dakı bu OH-ın itirən kalium əvəz edib. Birində natrium OH-dakı, natrium. Deməli, bir natriumu var, bir də nəyi var? Olub natrium, kalium, SO4. Onlar olmaz. Oldu da. Bu cür duza nə deyirlər? Yəni, 2 müxtəlif əsası qalıq olur, bir dənə turşu qalıq. Aydındır? Məsələn, götürürəm PO4. PO4 neçə hidrogen itirib, bala? 3. Həmənməzdən. 3 də hidrogen itirib, də. O 3 hidrogenin yerinə bir dənə kalsium, hansı ki 2 hidrogeni əvəz edə bilər, 2 valentlidir. Bir dənə də litium qoya bilərəm. Onlar olmaz. O litium qoyuram, o 1 valentlidir. Bir dənə də kalsium qoyuram, o da 2 valentlidir. Elə bir hidrogeni litium əvəz edildi, 2 hidrogeni də kalsium. Bu artıq necə duzdur? 2 qat duz. Bu necə duzdur? Məntiqi başa düşdünüz? Yenə deyirəm, mən buraya yazdığım duz ola bilər, təbiətdə rast gəlinmir, söhbət ondan getmir. Nəzəri olaraq baxırıq məsələyə. Anladınız? Başa düşdünüz? Davam edək. Gəldik indi qarışıq duza. Qarışıq duzda necə olur? Əsası qalıq bir dənə olur, amma turşu qalığı 2 dənə olur. 2 müxtəlif turşu qalığı olur. Necə yəni? Məsələn, götürürəm kalsium. Kalsium neçə dənə OH itirib uşaqlar? 2 dənə OH itirib. Elə ki, belə düşünün də, kalsiumun 2 dənə OH-ı var belə. Birini itirdi, H klordakı hidrogen getdi, klor birləşdi birinə. Birinə də ki, HNO3-dəki H getdi, birinə də nə birləşdi? NO3. Deməli, kalsium, klorid. Deməli, bir əsası qalığı var, neçə turşu qalığı var? 2 müxtəlif turşu qalığı var. Anladınız? Niyə iştirir? Yəni müxtəliflər olur. Məntiq başa düşdünüz? Deməli, onda belə çıxır ki, qarışıqdan 2 qat birinə oxşuyur. 2 qatda əsası qalığı 2 dənədir. Turşu qalığı bir dənədir. Amma qarışıqda isə əsası qalığı bir dənədir, turşu qalığı 2 müxtəlif sayda ola bilər. Aydındır? Başa düşdünüz? Buraya aydındır. Deməli, duz nədir başa düşdünüz? Təslimatını da başa düşdünüz. O zaman keçək duzların nəyinə? Adlandırılması. Uşaqlar, indi duzların adlandırılması üçün sizin bir şablon çəkəcəm mən. Nə çəkəcəm? Bu şablona uyub nə edəcəyik duzları? Adlandıracağıq. Nə edəcəyik duzları? Adlandıracağıq. Deməli, uşaqlar. Suyumuzdan biraz sək. Sual vermişsiniz siz. Video çəkirəm də ya. Ay, o bala, sual verib video. Sən sualı ver də, sən düz yanaşmırsan məsələyə. Sən sualı versən, videoda nə işin var? Videonu heç yüklənmərəm mən. Əsas sən başa düşməyindir. O çıxar duzlardan natrium, litium məsəl üçün SO4 yazdıq. Bəli. Onların fərqi var natriumdan. Yox, fərqi yox. Yerindirsən, yəni litium başda yazılsın, natrium sorsun. Bir ciddi fərqi yoxdur. Deməli, uşaqlar, gəldik duzların adlandırılmasına. Baxın, bir duzu adlandırmaq istəyirsənsə, sən bir duzu nə etmək istəyirsən? Adlandırmaq istəyirsən. İlk olaraq, birinci olaraq metalın adını deyirsən. Nə deyirsən? Metalın adı deyilir. Əgər metalsa, metalın adı. Bəzən amoniumun duzlar olur, onda amonium sözünü deyirsən. Nə deyirsən? Birinci metalın adını deyirsən. İkinci, əgər metal dəyişkən moleküldirsə, bunun əgəri var. Bu nəyi var? Əgər metal dəyişkən moleküldirsə, metalın nəyin? Metalın valentliyin deyirsən. Valentliyin deyirsən. Sonra üçüncü. Əgər, yenə bunun əgəri var. Nəyi var? Əgər. Turş və ya əsası duzdursa, turş və ya nədirsə? Turş və ya nədirsə? Əsası duzdursa, hidro, əsası duzdursa, hidrokso sözünü deyirsən. Dördüncü də ki, turşunun adını deyirsən. Nəyin deyirsən? Turşunun
adlandırırsan. İndi birini yazaq adlandıraq mı? Hə? Bir normal duz adlandıraq. Hə? Məsələn, hamımızın tanıdığı kalsiyum SO4. Nə deyir bu adam? Deyir metalın adını ya. Metalın adı nədir? Kalsiyum. Kalsiyum sabit valentlidir elə. O zaman bunu tulladıq. Bu əsası və ya turş duz deyil ki. O zaman bunu da tulladıq. O zaman biz nəyə deməliyik? Bu hansı turşunun qalıqıdır? Sulfat. Bitti. Nə oldu adı? Kalsiyum sulfat. İndi keçək başqa birinə. Bir dəyişkən molekülü yazaq mı? Hə? Məsələn, bilir ki, xrom dəyişkən molekülüdür. Yazıram xrom PO4. Deyəsən mən nə bilim ki, burada xrom neçə molekülüdür? Bunu necə biləcəksən? Bu turşu qalığından. Bu var ya bu PO4. H3 PO4 deyildi. 3 hidrogen itirməyib. O zaman bu neçə molekülüdür? O zaman burada xrom neçə molekül olur? Və yaxud da oksidləşmə dərəcəsini tapa bilərsən, çünki duzlarda oksidləşmə dərəcəsindən molekül üstə düşür. Bu mənfi 3'dür, o zaman bu neçə oldu? O zaman başa düşürəm ki, xrom burada neçə molekülüdür? Xrom burada neçə molekülüdür? O zaman başlayaq. Xrom 3 molekülüdür. Başlayaq. Birinci nəyin adını deyəcəyik? Metalın adını. Xrom. Sonra nəyi deyəcəyik? Metalın molekülünü. Roma rəqəmi ilə 3. Sonra turş və ya əsası duzdursa, yox turş və ya əsası duz deyil ki. O zaman bu üçüncü pilləni atdıq, çünki bunların əyərləri var. Sonda nəyi deyəcəm? Turşunun nəyini? Bu hansı turşunun qalığıdır? Ortofosfat. Bitti. Xrom 3, ortofosfat. Tam aydındır. İndi birini mən yazsam sizi adlandıra bilərsiniz. Yaxşı. Yaxşı, birini yazsam siz adlandırın. Buyurun. Kim könüllü var mı könüllü? Buyur. Dəyişkən valentliydi. Gümüş, bəli. 1 və ya 2 var. O da HNO3'də bir valentlidir. Bəli. O zaman Gümüş, bir. dərs, burada mənfi bir müsbətdir. O zaman bunun adı olacaq gümüş. Tələsmə, tələsmə. Gümüş. 1. Nitrat. Nitrat. Əhsən. Adı nə oldu? Gümüş. Birini də sən eləmək istəyirsənmi? Yaxşı. Gəl birini də sən elə. Mis dəyişkən variantlidir. Aha. SO4 HGSO4'ün qalığıdır 2 variantda olur. Bəli. Ona görə bu şey mis 2 variantda olur. 2 Mis 2 sulfat. sulfat. Belə olsaydı? Sulfit. Bəs belə olsaydı? Mis o da sulfit. D ilə. Əhsən. İndi birini yazaq mı? Hə? İndi gəlin belə edək. Bir dənə biz nə yazaq? Turş duz yazaq. Turş yazaq əsası. Turş yazaq mı? Məsələn yazaq. Alüminium H2 PO4 3. Yusuf gedək mi? Olar? Yaxşı. Buyurun. Qoy mən birini yazım, mən deyim, sonra bunu sən də, yaxşı? Bu bir dənə rahatımla eləyim, çətinini sən elə də. Məsələn, kalsiyum HCO3. Bunu mən eləyəcəm. Deməli, kalsiyum, metalın adı nə olacaq? Kalsiyum. Sonra sabit valentli rədd edirəm. Neçə hidrogeni var? Bir dənə. Nə olacaq? Hidro. Deməli, bunu dedik. Sonra turşunun adı. Hansı turşudur bu? H2CO3. Möhkəmdir. Karbonat. Bəli. Karbonat. Bunu mən yazdım. Bir dənə bunu səhv eləmişəm burada. Çünki bunun burasında bir 2 yazılmalıydı. Çünki HCO3, H2CO3'dür axı. Bir hidrogen için 1 valentlidir, kalsiyum 2 valentlidir. Aydındır? Bu oldu kalsiyum, hidrokarbonat. Elə vurursun kimə demişdim adlandırsın? Sən eləmək istəyirsən? Buyur. Alüminyum sabit. Tələsmə. Metal alüminiumdur. Alüminium, aha. Sabit valentlidir, bəli. Deməli valentlik məsələsi ləğv olur. 2 dənə hidrogenim. İndi burada bəziləri səhv. Deyil. Deməli düşünür, nə düşünür? Düşün, mənim burada 3 var axı. Bu 3'ü 2'ye vuraram. Bunun neçə hidrogeni olar? 6. Qoy mən heksa deyim. Xeyr. Turşu qalığına birbaşa neçə hidrogen birləşir?
O zaman D'dir bu. 2 dənə hidrojeni var. Di, hidro, tələsmə. Dihidro. Deməli bu için bunu dedik. Sonra nə deməli? Hidro, orto, fos, pat. Bitti. İndi könüllü varsa birini də yazın. Var? Evet. Deməli könüllü bir sualdır. Bəli. Ne oldu? Birdən könülsüzləşdin nədir? Deməli, tutaq ki, götürək natrium H2PO2. Buyur. Natrium sabit var. Bəli, cavab adı nə olacaq? Natrium. Natrium. Aha. Sabit devalektik gelir. Aha. Debilir. Bu işin demir. Sonra dihidro olur. Xeyr, dihidro olmur. Bu hansı turşunun qalıqıdır uşaqlar? H3PO2. Hipofosfit. Hipofosfit Bir əsaslı. neçə əsaslı turşu idi? Bir əsaslıdır. Bunun zaten yalnız bir hidrojeni əvəz oluna bilər. Zaten bu iki hidrojeni burada görməyin bir bizim için mənası yoxdur. O zaman bu olacaq natrium hipofosfit. Yəni buradaki hidrojenlərin bir önəmi yoxdur. O zaman biraz dəyişək bunu vəziyyəti. Bunu bir 3 eləyək. Bəs bu da fosfitin qalığıdır. Deyirəm bunun adı necə olacaq? Sual. Fosfit turşusu neçə əsaslı turşu idi? 2 əsaslı. Mən onun hidrojenini neçəsinə əvəz eləmişəm? O zaman bir dənə də əvəz olunan bir hidrojen qalıb mı? O zaman bu olacaq nə? Kalsiyum, hidro, fosfit. Mono deməzsən, mono deyilmir. Hidro, bir dənəsi hidro deyir. Baxma orada 2 hidrojen var, onun biri əvəz oluna bilər. Ona görə nə olacaq? Anladınız mı? Başa düşdünüz mü? Yaxşı. Birini demək, kim könüllü, növbəti könüllü var mı? Birini də deyək. Yusuf demək, söz dillənsin də. Bəlkə Məryəm sən? Yaxşı. Bir də dəyişən maliyeti götürək. Məsələn, dəmir. Elə. Bir dənə OH saxlayaq bölündə. Elə. Sonra bir dənə bura nə qoyaq? Silisium oyuncu qoyaq. İndi birinci dəmirin neçə valentli olduğunu təyin eləməlisən. Bu silisium oyuncu hansı turşunun qalığıdır? H2 silisium oyuncu. 2 hidrogetirisi bu nədir? Mənfi 2. OH mənfi 1'dir. O zaman dəmir neçə olur? Müsbət 3. Dəmir onda burada 3 valentlidir, hə? Buyur. Bunun adı nə olacaq? Dəmir. 3. Sonra turşu OH-dır, yoxsa H-dır? OH. Neçə dənə OH-ı var? O zaman nə olacaq? Hidrokso. Turşunun adı nədir? Xeyr. Metasilikat. Yəni bu adı nə oldu? Dəmir 3 hidrokso metasilikat. Oldu mu? Birini də deyək mi? Yaxşı. Yaxşı. Könüllü var. Ona uyğun yazaq da sualı. Svetlana. Olar mı? Yaxşı. Gəl belə edək. Mis götürək. Burada OH götürək. Burada da bir maraqlı turşu qoyaq da. Məsələn, xlor O3 turşusu qoyaq. Mis dəyişən molekülüdür. Bu turşu H-xlor O3-ün qalığıdır. Bu turşunun adı nə idi? Xeyr. Xlorat turşusunun qalığıdır. Əgər bu bir hidrogetiribsə, o zaman bu nə olur? Mənfi 1. OH da mənfi 1'dir. O zaman mis neçədir? Görkəm danış. Müsbət neçə? Danış, qorxma. Bəli, müsbət 2. Deməli, mis 2 molekülüdür. Buyur. De. Mis, möhkəmdir. Mis 2. Neçə OH-ı var? Azam? De balam, de. Neçə OH-ı var? Svetlana. Bir dənə. Bir dənə olanda nə deyirik? 2 dənə olsaydı dihidrokso deyərdik. 3 dənə olsaydı trihidrokso deyərdik. Di olmur. Hidrokso. Sonunda da turşunun adını deməlisən. Buyur. Xlorat.
Birini də sən deyəsən bəlkə. Sözüm. Yaxşı. Birini də sən de. Deməli, natrium, kalsiyum, P2, O7. Yenə deyirəm, belə bir tuz var, yoxdur, önəmlidir. Birinci, bu hansı tuşun qalığıdır? H4, P2, O7'nin. Neçə hidrogen? O zaman nədir bu? Bu müsbət 2, bu da müsbət 1. Düzdür mü? Ya belə bir şey nəzərə olaraq mövcuddur mu? İndi buyur adın de. Natrium, kalsiyum, Deməli, natrium, sonra kalsiyum, dəyişən molekül söhbəti yoxdur. Tuş və ya əsası duz deyil. Sonunda tuşun adını deyəcəm. fosfat. Fosfat. Adlandırma ilə bağlı nəsə problemimiz qaldı mı? Xeyr. Mən məsələn orada ikisi dəyişən molekül olsaydı. Ay, üçünü də deyərdim, nə oldu? Üçünü də deyərdim. Yəni, qayda deyişi deyilən də, məsələn, dəyişən molekül qoyum 2 dənə sən, könlünü istəyirsən. Hə? Tutaq ki, belə bir şey yoxdur, ya, atıram. Gümüş, mis, sülfat. Hə, buyur. Sülfat şeydir, 2 molekül. Hə, sülfat 2 moleküldir, mənfi 2, bunlar da müsbət 1'dirlər, hə? Bəli. Gümüş 1. Gümüş 1. Mis 1. Sonunda da nə deyəcəm? Sülfatdan. Yəni, nəzər olaraq belə. Davam edək. Deməli, adlandırmanı başa düşdünüz. İndi gəldik nəyə? Bunların nəyinə? Grafik quruluşu. Hədi bunların qrafik quruluşunda nədir məsələ? Deməli, sən bunun duzun qrafik quruluşunu yazmaq üçün sən gərək duzu əmələ gətirən əsasın və turşunun nəyin biləsən? Qrafik quruluşunu biləsən. Tutaq ki, sən könlün istəyir kalsiyum SO4-ün qrafik quruluşunu yazasan. Elədir, elədir. Bu hansı əsasın qalığıdır? Kalsiyum nəyin? OH2. Kalsiyum OH2 bu deyil. Hə? Bəs bu turş hansı? O da budur da elə. Elədir. Hə? Belədir. Nə baş verir? Bunun bu hidrogenlə, bunun bu OH-ı gediblər, bunun da hidrogenlə, bunun OH-ı gediblər. Burada bunların arasında nə yaranıb? Rabitə yaranıb da. O zaman gəl səliqənin qırağına yazalım. Kalsiyum onlara birləşir. Mesela. Bitti. Nətərdir? Burada sayılır. Əlbəttə də indi alınmasında deyəcəm. Bundan OH qopur, bundan H qopur, boş qalan yerlərdə bir-birinə nə eləyir? Aydındır. Başa düşdünüz necə yazacağıq? Başqa birini deyin oradan bir maddə baxın, barağı mürəkkəbini deyin yazım onu. Xoşsa gəlməyən var mı orada? Fərqi yoxdur tipin, duzun. Alüminium OH SO3 olsun. Deməli sən bunu istəyirsən. Alüminium hidroksa sulfat. Elə mi? Bunu istəyirsən mi? Bunu istəyirsən elə? Alüminiumun neçə dənə OH-ı vardı bunun? 3 dənə. Neçə dənə OH-ı var? 3 dənə. Sulfatın neçə dənə hidrogeni var? 2. Əvəz oluna bilən. 2 dənə. Düzdür mü? Deməli nə baş verir? Bunlar gediblər, alüminium bu qolu buna birləşib. Bunlar da gediblər, alüminium bu qolu buna birləşib. Belə bir şey yox. Alüminium OH. O, S. Nətərdir sənin üçün? Başqa hansı istəyirsən? Birindədir, birində yazır. Nə? Natrium fosfit. Natrium fosfit. Bəli. Natrium fosfit. Dedin natrium fosfit. İndi uşaqlar bizə ad versə, formulu nətər yazacaq? Söhbət ondan gedir. Birinci gəlin bunda deyim sizə ki, ad versə formulu nətər yazacaq? Sonra qrafik quruluşunu yazarıq. Birinci ad verib bu natrium fosfitdir. Natrium OH-dır. Fosfit turşusunun formulu necə idi? H3PO2. Belə idi də. Bu neçə əsaslı turşu idi? Bir əsaslı. Bu neçə turşulu əsas idi? 1. O zaman formul belə olacaq. Natrium H2PO2. Tutardı. İndi bunun quruluşunu yazaq. Birinci bu turşunu yazaq. Turşu bu şəkildədir. HOP bu şəkildə. Bəs əsası necədir? Natrium OH. Elə nə baş verəcək? Bu H-dan bu OH gedəcək. Natriumla oksigen arasında ion rabitəsi yaranır. Aydındır? Başa düşdünüz? Bu hidrogenlər birbaşa birləşir də mərkəz elementi. Bilirsiniz, bunun quruluşunu biz hardan öyrənmişdik? Turşular bəhsində xüsusi olaraq sizə demişdim. Aydındır? Al sana natrium fosfit. Başa düşdünüz? Nətər yazacağıq? Deməli, sən duzun qrafik formulunu yazmasın, yəni turşunun və əsası nəyi biləsən? Qrafik formulunu biləsən. Nəsə elə bir şey oydu?
Qaranlıq qalmadı. Fosfit 3 deyil. HPO. Amma mən hipofosfit yazdım ya. Mən hipofosfit yazdım. Bax. Mən hipofosfiti yazmışam. Nəyi yazmışam? Hipofosfit. Yaxşı, gəl natrium fosfiti də yazaq. Tüllənə. Niyə belə elədik ki biz? Mən natrium nəyi yazmışam? Hipofosfiti. İndi gəl natrium fosfiti yazaq. Heç kim demirik, bax sən. Gözünü axıra çatım, eləmir. Fosfit turşusu H3PO3-dür. Natriumdakı budur da natrium OH. Hə də deyirsiniz. Bu neçə əsaslı turşudur? 2 əsaslı. 2 hidrogen əvəz oluna bilir də onun, düzdürmü? Hə? Burada hidro deməyib ki. Deməli, əgər natrium fosfit deyibsə, deməli, natrium fosfitin əvəz oluna bilən bütün hidrogenlərini əvəz eləyib. Yəni, bir sözlə, formul belə olacaq. Natrium 2, HPO3. Bu neçə hidrogen əvəz oluna bilirdi? İkisini də əvəz edib. Ona görə bunun adı natrium fosfitdir. Natrium hidrofosfit desəydi, onda bir dənə natrium, bir dənə hidrogen əvəz eləyərdi. Əgər natrium fosfit deyirsə, deməli, onun bütün əvəz oluna bilən hidrogenlər əvəz olunur. Bu formul budur. İndi təbii ki, bunun quruluşunu yazdım. Bizə 2 dənə natrium OH lazımdır. Neçə dənə natrium OH lazımdır? 2 dənə. Fosfit turşusu da bu şəkildədir. Bu şəkildədir. Hidrogenin biri nə olubdur? Birbaşa fosfora birləşib. İndi nə olacaq bu? Bunlar getdi. Bunlar getdi. Natrium birləşir bura, bu natrium da bura. Təzdən yazın, yoxsa başa düşdünüz? Yəni qırağa köçürün bunu, səliqəli. Aydındır. Bildiniz bayaq nə orada səhv elədim? Mən orada fosfit yazıb hipofosfit düşünmüşəm. Fosfit yazıb nə düşünmüşəm? Hipofosfit. Qəsd elədim də görüm anam. İnanmadınız ha? Yaxşı, davam eləyək. Mən də inanmazdım. Davam eləyək. Deməli, adlandırmasına başa düşüyor, qraf olun. Gəlir indi bunun alınmasına. Uşaqlar, burada hər biri için alınmanı ayrı-ayrı formada vermişəm mən. Bunun alınması biraz bir uzundur yolları. İndi burada bir-bir siz deyin. Mən də bir-bir onların yazım ki, nətədir. Məsələn, normal duzların alınması. Birinci nə yazdım uşaqlar? Metaldan qeyri-metal sallar. Birinci normal duzların alınması. Normal duzların alınması. Deməli uşaqlar, normal duzların alınması birinci üsul nədir? Metal plus nə? Plus qeyri-metal. O zaman nə alınır? Duz alınır. Bu adətən oksigensiz turşuların duzlarını alırlar bundan. Məsələn, götürür, salır, natriumu salır xloruna, alır natrium, xlor. Məsələn. Və yaxud da götürür, dəmiri salır xloruna, alır dəmir, 3 xlorid. Birbaşa. Sonra ikinci üsul, qeyri-metal salır duzla. Bəzi qeyri-metallar duzdan digər qeyri-metalları sıxışdırıb çıxara bilir. Məsələn, götürür buraya yazır natrium xlor, üstə gəlir flör, olur natrium, flör və xlor. Burada belədir, bu halogenlər bir-birini duzlarından sıxışdırıb çıxara bilir. Çıxarma ardıcılığı da belədir. Flör çıxarır nəyi? Xlor. Xlor çıxarır. Bromu, brom da çıxarır yodur. Mən niyə bunu belə böyükdən kiçiyə yazdım? Elə böyük gələndə kiçik durur, yerini verir. Amma məsələn, yod bromu, xloru, flörü çıxara bilməz. Məsələn, mən burada bir natrium bromid yazıram. Üzərinə gəl xlor. Reaksiya gedər mi? Gedər. Nə anlar? Natrium klorid və bromu çıxartdı. Aydındır? Bəs yaxşı, mən natrium bromidin üzərinə yod yazsaydım, bəs bu gedərdi? Xeyr. Bu sıranı bildiniz. O bunları çıxarır. Flör çıxarır xloru, bromu, yodu. Xlor çıxarır bromu, yodu. Brom çıxarır nəyi? Yodu. Aydındır? Növbəti üsul nə idi uşaqlar? Növbəti, üçüncü. Deməli, uşaqlar, bu metalların elektrokimyəvi gərginlik sırası var idi. Elə, əvvəl gələn metal, sonraki metalları duzundan sıxışdırıb çıxara bilir. Məsələn, sink. Üstə gəl ferrum tutaq ki, deyə SO4. Burada sink dəmiri çıxara bilərmi? Çıxarar. Anlar sink SO4 və dəmir. Burada aktiv metallar suda məhlulda birinci su ilə girir, reaksiya başqa su gedir, onu gələcəkdə deyəcəm sizə. Məsələn, mən burada natrium götürsəydim, natrium da bu işi görə bilərdi. Onu gələcəkdə deyəcəm mən elementlər kimyasında. Amma natriumda natrium çıxara bilərmi dəmiri? Dəmirdən aktivdir də, elektrokimyəvi gərginliyi çoxdur. Bəs necə olur dəmiri çıxarım? Çünki sən burada natrium götürsən, natrium əvvəlcə dəmirlə yox, nə ilə girəcək uşaqlar? Su ilə. Alınacaq natrium OH plus nə? H2. Sonra alınan natrium OH girəcək dəmir sülfatdan. Nə ilə girəcək? Dəmir 2 sülfatdan. Alınacaq dəmir OH
2 və natrium 2 SO4. Yəni sən burada sink yerinə natrium, kalium, kalsium, litium götürsəydin, yəni gəlsin belə bu burada olduğu kimi dəmiri çıxartsın, özü keçirinə belə olmayacaqdı. Çünki bu suda məhdudda gedir proses. Suda məhdudda da natrium suyu görsə buna yaxınlaşmır. Birinci nə ilə reaksiya girir? Su ilə. Alınır qələvi, sonra qələvi girir bu duzla. Aydındır? Yəni o aktiv metallar var idi ya, onlar bu cür girir. Çıxara bilirmi desən, deyəsən çıxarım özün yox da, o girəndə duzun bu dəmir çıxmır da buradan. Dəmirin nəyi olar? Suda əsası alınır da. Suda alınmayansınız. Aydındır? Sonra növbəti üsul nə idi? Metal turşu. Bəli. Metallar duru turşulardan hidrojeni eləyir. Çıxarır da elə deyildi. O sıranı hatırlayırsınız da litium, kalium, kalsium, natrium, elektroşümer gərginliyi sırası. O sırada hidrogendən əvvəl yerləşən metallar duru turşulardan hidrojeni sıxışdırıb hansı turşulardan hidrogen çıxara bilmirdilər? Bir nitratdan, bir də sülfatın qası hidrogen çıxır, amma yenə duz alınır. Anladınız? Məsələn bir də götürək metal. Məsələn mis, üstə gələn nə? H-klor çıxarar mı? Çıxarmaz. Hidrogenden sonra yerləşir axı. Amma mis götürməsəydim, sink götürsəydim necə? Olardı. Sink klor 2 və H2. Hidrogenden sonra gələn metallar hansılar idi? Mis idi, civə, gümüş, platin, qızıl. Bunlar idi. Bunlar çıxarmır turşuda. Sonra növbəti üsul nə idi uşaqlar? Turşu ilə əsas. Bəli, ən məşhuru. Turşu ilə əsas. Nə zaman normal duz alınır? Bu turşu ilə əsas alacağımız üsullar bunlar. Deməli, turşu ilə əsas girir. Bu zaman alınır. Duzla nə? Su. Buna həm də neytrallaşma reaksiyası deyirlər. Nə deyirlər? Mənə bir dənə turşu deyin. Təsadüfi bir turşu. Deyin də bir dənə turşu deyin mənə. H2SO3. Bir dənə mənə əsas deyin. Natrium. Bir dənə natrium var. Bu çox sevirsiniz də bu natrium var. Deməli uşaqlar, əgər sən normal duz almaq istəyirsənsə, necə duz? Axı normal duzda dedik ki, bir turşu qalığı olur, bir də əsası qalıq. H olmur, OH olmur. Düzdür yoxsa yox? İndi sizə sual verirəm. Bunun neçə dənə aşı var burada? Bunun neçə dənə aşı var? İndi bu birin, bunun bir dənəsi, bunun birini götürsə, biri qalacaq axı. O zaman normal duz ala. O zaman bunu neçə mol götürək? 2 mol götürsəm, 2 dənə H müsbətim olar, 2 dənə nə? OH mənfim. Bu iki ilə birləşər, neçə dənə su verər mənə? 2 mol su. Əldə nə qaldı? Natrium qaldı, neçə dənə? Natrium qaldı, 2 dənə. Bir dənə qaldı? Bitti. Al sana normal duz. Başqa bir turşu dənə. Bayaq nasıl başqasını deyirdin sən? Nə deyirdin? Bir olmaz. H4P2, o Bir yeni. dənə də alüminium OH. Alüminium OH olsun. İndi, bu neçə dənə OH var bala? Bu neçə dənə hidrogeni var? İndi elə bir şey, elə bir say götür ki, bunlar atom olsun da. Gəl bunu 3 dənə götürək, bundan neçə dənə? 4 dənə. O zaman bunun da 12 dənə H müsbəti olur, bunun da 12 dənə OH mənfisi oldu da sanki. Eləmi? O zaman burada nə qədər su çıxır? 12 dənə su çıxır. Deməli, mənim alüminiumum var, neçə dənə? 4 dənə. P2O7 var, neçə dənə? 3 dənə. Bu 4-dən 3-ün ortaq bir vuruğu yoxdur ki, mənim çıxarım mötərizə kənarına. O zaman alüminiumu 4 götürərəm, P2O7-nin də 3 qutarda 7. Al sana duz. İndi belə bir duz varmı, yoxmu? Məsələ bu deyil də. Nəzəri olaraq baxdım məsələyə. Aydındır? Sonra növbəti üsul nə idi uşaqlar? Turşu ilə əsası oksit. Deməli uşaqlar, turşu ilə əsası oksit də girəndə yenə duzla nə verər? Su. Deyəsən mənim hansı duz, hansı su? Bax bura. Bir turşu de mənə. Hansı turşu istəyirsən də, fərqi yoxdur. Klorat. Klorat. H-klor, O3. Bir dənə əsası oksit de mənə. Əsası oksitdə metallar 1 və 2 valentli olurdu da elə? Hə, buyur. Nə olsun? Kalsiyum olur. Bəli, kalsiyum olsun. OH nədir? Oğlum, müasirdir. Kalsiyum olur. Bu neçə valentlidir kalsiyum? 2. Bəs bu xlor O3 neçə valentlidir? 1. Bir də hidrojeni var. O zaman mən 2 dənə götürməliyəm. Alınacaq kalsiyum, xlor O3, 2 və H2O. Bitti. Duz və su. Niyə bunu 2 dənə götürdüm bildiniz? Çünki bu metal var ya bu. Metal neçə valentlidir? 2. Bir də kalsiyum O götürməsəydim, məsələn H-klor O3 ilə götürsəydim natrium 2O, burada alınacaqdır natrium, xlor, O3 və su. Amma burada yenə bunu 2 dənə götürməliyəm, çünki əmsallaşmır yoxsa.
Nə olmur? Əmsallaşsın deyə bu iş götür. Sonra növbəti. Turşu ilə amfoter oksid. Hə? Eləmi? Gəl bir dənə turşu götürək 7-ci. Deməli turşu plus amfoter oksid bizə verəcək duzla su. Eyni bu mexanizmdən gedəcək. Eyni bu mexanizm. Sualımıza bir də duz. Bir turşu demənə, məsələn H2SO4. Bir də amfoter oksid, məsələn sink oksid. Neçə var etdi? 2. SO4 neçə var etdi? 2. Всё. Sink SO4 və su. Qurtarı getdi. Aydındır? Bu qədər. Sonraki üsul nədir uşaqlar? Bəli. Turşuların o aktivlik sırası var, edə bilirsiniz. Qüvvətli turşu zəif turşunu duzundan sıxışdırır, çıxara bilir. Məsələn, gəl bir qüvvətli bir turşu deyin mənə. H2SO4. Deməli, turşu, yazanda turşu plus duz bizə nə verəcək? Təzə duz verəcək və təzə turşu verəcək. Elədir? Deməli, o zaman bir turşu götürək, qüvvətli turşu, H2SO4. Bir zəif turşunun duzunu götürək. Zəif turşu bir dənə deyim mənə. Karbonat turşusu zəifdir də, onun bir dənə duzunu götürək. Məsələn, götürək kalium karbonat. İndi sual. Bu sulfat, karbonatı, yəni H2CO2 duzundan sıxışdırıb çıxara bilir. Bu sıra yıldızlarda turşular bəhsində. Bəli, çıxara bilir. O zaman alınacaq kalium 2SO4, təzə duz və H2CO2. Təbii ki, bu parçalanır H2O və CO2-yə. Məsələ odur da, çıxartdı da. Aydındır. Növbəti üsul nə idi? Sonra necə ala bilirdik uşaqlar? Qələvi girir nə ilə? Burada biraz vəziyyət belədir. Bax, məsələn, qələvi götürək bir dənə. Deməli, qələvi plus turşu oksidi bizə verəcək duz və ya duzdan su. Duzdan nə? Su. Burada birin 1-ə girməyi ilə 1-in 2-yə girməyi arası fərq var. Məsələn, natrium OH götürürəm. Salıram turşu oksidi, məsələn, SO3-dən. Əgər bunlar 1-in 1-ə girsə, burada olur natrium HSO4. Yəni, təkdə duz, turş duz. Amma indi bizim niyyətimiz turşsuz almaqdır, nə almaqdır? Onda bunu 2 götürəcəm. Deyəsən, müəllim, sən necə qərar verdin ki, bunu 2 mol götürüm, nə mən? Hə? Yox, sual verəm. Bu SO3 su ilə girsə hansı turşunu verir? H2 nəyi? H2SO4-ü verir. Elədir. Yəni, bunun bir dənəsindən bir dənə turşu almaq olar da. Bu turşu neçə əsaslı turşudur? Bunun neçə nəvaşı var? O zaman sanki bu biri götürüb deyə, necə duz alındı burada? Bir dənə haş qaldı da sanki böyründə. Anladınız? Amma bunu 2 mol götürəndə nə olur? 2 mol bunu götürəndə, sanki bu 2 dənə OH, bu 2 dənə H götürüb gedibdir. Yerdə qalıb natrium 2SO4 və su alınıb, amma su normalda H2SO4-dən girsəydi 2 mol alınardı, amma burada 1 mol su çıxır. Aydındır? Bildiniz niyə 1-in 1 oldu? Məsələn, bir əmrə baxın. Mən götürürəm kalsium OH2. Üzərinə gəlirəm SO3. Bu hansı turşunun adını biz sual verirəm. Neçə hidrogen var? Neçə dənə OH var? O zaman bunlar 1-in 1-ə girsə, nə alınacaq? Normal duz. Kalsium SO4 və su. Anladınız məntiqi? Başa düşdünüz? Dəqiq? 100%. Növbəti nə idi? Qələvi ilə nə? Hə, olur. Orada bir neçə dənə reaksiya var idi. Hansı ki demişdim, bunlara xüsusi olaraq baxarsınız. Məsələn, natrium OH ilə xlor, natrium OH ilə kalium OH ilə şür. Elə bu reaksiyaları özünüz öyrənərsiniz. Sonra, gitti mi? Qələvi ilə duz. Deməli, qələvi ilə duz niyə əsas demirəm? Çünki zaten suda həll olan əsas. Bunlar nə zaman ki, işdə suda həll olsun, bu zaman nə alınır? Təzə duz və əsas. Ya əsas sökər, ya duz sökər, fərqi yoxdur. Məsələn, götürək natrium OH-ı, suda həll olan bir duzla salaq, məsələn, perium klor 2 ilə. Təzə duz alacam, yəqin natrium klor və əsas alacam perium OH. Töküntü. Bunların içində bir ya söküntü olmalıdır, ya qaz, ya da zəif elektrolit. Bu zaman təzə duzu almaq olur. Hər ikisi töküntü də ola bilər. İstəyən bir nümunə yazım, hər ikisi töküntü olsun. İstəyirsən? Məsələn, mən götürə bilərəm kalsium OH2-ni. Sala bilərəm, məsələn, sink karbonatdır. Sink karbonatı nə deməkdir bunu? Belə bir şey götürək ki, məsələn, sink sulfatdır. Birisi də bu suda həll olur. Nə alınacaq? Sink, kalsium sulfat söküntüdür və sink OH2 söküntü. İkisi də söküntü. Veyahut da çox pis həll olur. Deyə bilərsiniz, söküntü.
Sonra Mütləq Duzla. bir dənə çöküntü olmalı. bir dənəsi ya çöküntü, ya qaz, ya da zəif elektrolit olmalıdır ki, getsin. Sonra uşaqlar. Duzla duz. Bu zaman müxtəlif yeni duzlar alarsan. Burada da duzla duzun da girmə şərti nədir? Duzla duzun girmə şərti nədir uşaqlar? Tuzlar. İkisi də suda həll olsun, anlarlardan heç olmasa biri çöküntü qaz və ya zəif elektrolit olsun. Məsələn, götürürəm natrium xlor, salıram gümüş nitratdan. Nə? İkisi də suda həll olur, hə? Gümüş klorid ağ rəngli nədir? Çöküntü. Reaksiya getdi. Reaksiya nəyin hesabına getdi? Çöküntü altı deyə. Bir başqa birini götürürəm. Məsələn, NH4 xlor, üstə gəl. Nə olsun? Qurğuşun nitrat. Niyə gedir? Qurğuşun klorid çöküntüdür deyə reaksiya getdi. Aydındır? Başa düşdü. Bitti mi? Nələr? Duzların parçalanmasından almaq olur. Duzların nəyindən? Parçalanmasından almaq olur. Duzların parçalanmasından necə alırıq? Məsələn, karbonatlar parçalananda bizə həmişə metalın oksidin verər və karbon qazını verir. Məsələn, kalsium karbonat. Parçalanır nəyə? Kalsium oksidə və karbonat. Sonra nitratların parçalanmasını vermişdik. Düzdür yoxsa yox? Nitratların parçalanması necə idi? Buradakı vəziyyət fərqli idi. Əgər metallar aktivdirsə, başqa cürə parçalanırdı. Orta aktivdirsə, başqa cürə parçalanırdı. Passivdirsə, başqa cürə. Deməli, aktiv metalın nitratı belə parçalanır. Metal NO3 parçalanır. Metal NO2-yə və oksigenə. Bura nə aid olar? Məsələn, natrium, kalium, kalsium, barium və s. Litium bura aid deyil. Əgər orta aktiv metalın soruşursa səndən, o belə parçalanacaq. Metal NO3 parçalanır. Metalın oksidinə, NO2-yə və oksigenə. Məsələn, orta aktiv dəmirdir, sinkdir, nə bilim, xromdur, belədir. Litium da buradadır. Litium nədir? Hətta mis də buradadır. Litium aktiv metal olsa da özündə kimi apardı burada? Orta aktiv kimi. Mis isə pasiv metaldır, o da özünü orta aktiv kimi aparır. Bəs pasiv metallar necə parçalanır? Pasiv metalların nitratları o belə parçalanır. Metalın özü alınır. Nə alınır? Metalın özü, NO2 və oksigen. Məsələn, gümüş, bir nümunə yaza bilərəm, gümüş nitrat. Parçalandı gümüşə, NO2-yə və oksigenə. Mis pasiv olsa da özünü necə apardı? Orta aktiv kimi. Ən çox yazmışdım nəyi? Elə normal duzdan alınması. Düzdür? Elədir? Sonra gəlir turş duz, 2 qat duz, orada qısa-qısadır, onu özünüz oxuyarsınız, yaxşı? Oldu? Onların alınması üzrə. Ən çox bunlar edir. Obursanda arasında 2 bərk falan var. Düzdürmü? Aydındır? Sonra gəldik nəyə? Fizik hasılar. Fizik hasılar budur ki, duzların çoxu suda həll olur, düzdür? Amma həll olmayan duzlar da var. Müxtəlif rənglərdə olurlar. Xüsusən həll olmayan, çöküntü verənlər bizim üçün maraqlı idi də, düzdürmü? Məsələn, xloridlər hamısı həll olur da. Metal, xlor, idlər, bunlar həll olur. Həll nə olur? Olur. Kimlərdən başqa? Gümüş, xlorid, ağ çöküntüdür. Qurğuşun, xlorid. Bunlar çöküntüdür. Elə? Bunlar nədir? Sonra gələk sulfatlara. Metal sulfatlar həll olur. Kimlər çöküntüydü? Barium SO4 çöküntüydü. Kalsium SO4 çöküntüydü. Sonra strontium SO4 çöküntüydü. Qurğuşun 2 sulfat çöküntüydü. Gümüş 1 sulfat çöküntüydü. Bunların bəziləri heç həll olmur, bəziləri çox pis alır. Bizim üçün önəmlidir, çöküntüdür. Sonra gəldik nitratlara. Metal nitratları, yəni NO3-lərin hamısı həll olur. Hamısı həll olur. Yəni bir şeyin burada NO3 görürsə, mütləq suda həll olur. Elə idi, elə deyildi. O nədir elə? Dərs varaqdır. Bəli. Baxacam nədir? Yaxşı, sonra gəlir karbonatlara. Bax, metal karbonatlar həll olmur. Metal, sonra orta fosfatlar həll olmur. Sonra metal silikatlar həll olmur. Sonra metal sulfitlər həll olmur. Bunlar həll olmur. Bəs bunların həll olan duzu yoxdur, var. Natriumun, kaliumun, bir də amonium. Bunlar əgər bunlarla birləşsə həll olacaq. Məsələn, natrium karbonat həll olur.
Məsələn, amonium ortofosfat həll olur. Məsələn, kalium sulfid həll olur. Normalda bunlar həll olmurlar. Yalnız natrium, kalium və amoniumun bunlarla əmələ gətirdiyi duzlar həll olur. O zaman belə başa düşdük. Nitrat turşusunun bütün duzları suda həll olur. Natrium bütün duzlar suda həll olur. Kalium bütün duzlar suda həll olur. Amonium bütün duzlar suda həll olur. Mövcud duzlar. Bir də uşaqlar, turş və əsaslı duzlar suda yaxşı həll olur. Turş və necə duzlar? Turş və əsası duzlar. Bunlar suda yaxşı həll olur. Metal, H turşu qalığı, metal, OH turşu qalığı. Bunlar suda yaxşı həll olur. Fərqi yoxdur, karbonatdır, metasilikatdır, fərqi yoxdur. Anladın mı? Turş və əsası duzlar suda yaxşı həll olur. Gəldik kimyəvi xassələrinə. Bir də fiziki xassələrində sizə həll olub-olmamağı bilmək məsələyəcək. Gəldik kimyəvi xassələrinə. Uşaqlar, bunların kimyəvi xassələri biraz demək olar genişdir də. Nə mənada? Bu kimyəvi xassələr demiş, duzların parçalanmasından demiş, zaten duzların alınmasında onları dedik, düzdürmü? Sonra bir duz turşu ilə girər, o da duzların alınmasında dedik. Yəni, demək olar duzların alınmasında, elə duzların kimyəvi xassələrini də biz nə elədik sizə? Dedik. Parçalanma da zaten parçalanmanı var göstərdim sizə. Burada da eyni şeydir yəni. Duzu parçalayırsan duz alırsan. Elə var idi belə üsul. Əslində bayaq mən elə bu nitratın falan karbonatı parçalama onlar kimyəvi xassə idi, mən sizə dedim. Başqa şeydir. Mən duzdan duz almaq başqa şeydir. Mən başqa şey sizə dedim. Məsələn, metal nitratdan duz alırlar. Metal nitrit verir. Bax, onu almaq olardı. Sonra turş duzdan normal duz almaq olar. Əsası duzdan normal duz almaq olar. Amma bayaq elə kimyəvi xassələri sizə dedim. Belə, bunu burada saxlayaq. Yavaş-yavaş keçək. Testlərə baxmaq.